Usikum və nəfsi bitəqvallah, ya ibadallah. Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkatuhu. Mübarək cümə günü Rəcəb ayının əziz günlərində hər birinizi, özümü, siz dəyərli bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala bu mübarək ayda hər kəsin oruç namazını, ibadət itaətini, hacətlərini ali dərəcədə inşallah qəbul eləsin. Bu ay boyunca Allah bizə bol-bol tövfiqat nəsib eləsin. Zikr oxumaqda, Rəcəb ayının xüsusi zikirlərini gecə və gündüz oxumaqda və bu aydan layiqli şəkildə yararlanmaqda, istifadə eləməkdə Allah bizə bol-bol tövfiqat nəsib eləsin. Və bizi səlamətlikdən Şəban ayına, Şəban ayından müqəddəs Ramazan ayına yetişdirsin inşallah. Dünyadan köçənlərimizin ruhu bu mübarək cümə günündə şad olsun. Onların hamısını salavatdan yad eləyək. Dua budur ki, biz Allahla danışırıq. Dua eləyirik də, məsələn. Allahdan nəsə istəyirik. Biz Allahla danışırıq. Quran oxumaq budur ki, Allah Teala bizdən danışır. Nazil elədiyi ayələri Həzrət Cəbrail vasitəsindən Peyğəmbərə çatdırılıb və Peyğəmbərimiz də bu ayələri ümmətə çatdırıb. Bugün cild şəklində Quran bizim əlimizdədir. Əgər istəyirsən Allah səndən danışa, Quran oxu. Elə bil Allah Teala sənə nida eləyir. Quranın ayələri Allah Teala'nın buyurduğudur, nidadır. Amma istəyirsən qarşılıqlı ola, sən Allahla danışasan, Allah səninlə danışa, o namazdır. Bu qarşılıqlıdır. Bəs dua belə oldu ki, biz Allahla danışırıq. Quran qiraəti belə oldu ki, Allah Teala bizdən danışır. Namaz belədir ki, qarşılıqlıdır. Biz Allahla danışırıq, Allah Teala bizlə danışır. Bəs bu qarşılıqlı, bu namazdır. Namaz bizim gündəlik boynumuza vacib olan əməldir. Və yeganə əməldir ki, heç bir şəkildə güzəşt olunmur. Bunu bir dəfə də yadımda olan qeyd eləmişdim. Belə bir şey yoxdur ki, namazı sonra qılaram. Belə bir şey yoxdur. Və yaxud sonra qəza qılaram. O qılmadığına günah gəlir. Sonra qəza qılar, qəza lazımdır, qılarsan. Amma belə bir şey yoxdur. Niyə? Məsələn, oruçda var. Sən taqətin olmasa və yaxud səfərdə olsan, boynundan götürülür. Müsafirsən. Amma sonra gərək nədir? Qəza qılasan. Və yaxud həcc sən boynuna vacib gəlməyibsə, sən onu yerinə yetirməyin heç lazım deyil. Yeganə əməl namazdır. İstər xəstə halında, istər müharibə meydanında, istər yataqda, hər halda namaz boynundan düşmür. Hətta müharibə meydanında belə namaz vacibdir. İndi biraz şəkili fərqlidir. Bu cür ki, qibliyə durasan, namaz qılasan, ruku eləyəsən, səcdə eləyəsən, bunlar yox. Elə namaz niyyət eləyəsən, Bismillahirrahmanirrahim, səngərdə güllə atırsan, elə bu rəkat hesab olur. Və yaxud qatarda və yaxud təyyarədə namaz vacibdir. Yəni, boynundan düşmür. Bəzi vaxt insan səfərə gedirsən təyyarədə, günorta və axşam namazları, məsələn 10 saat uçursan göydə. Nə eləməlisən? Namaz boyundan düşür? Yox.
Nə cür qılması? O cür ki, imkan var, o cür gərək namaz qılasın. Biz bir dəfə bir səfərdən qaydırdıq samolyotda. Bir nəfər ortaya səccadə atdı, dəstəmaz aldı, başladı orada. Gördüm gözümlə, namaz qılmağa, düz ortada. Məndən bir stolda iki nəfər də oturmuşdu, onlar qayıtdı, biraz məsxərə elədilər. Şimdi, bu nədir? Maraqlı nədir? Bir də gəldi ona ikide elədi. Cəmaat namazı. Samolyot gördüm bunu. Cəmaat namazıda gəldi ona ikide elədi. Daha indi bunlar çox getdi yuxarı, ikide zad eləmişdir. Sözüm budur ki, cəmaat namazı lazımdır orada, amma vacibdir. İndi ya ayaq üstündə şərait varsa, ayaq üstündə qılasın. Şərait yoxdursa da, otluq halətdə qılasın. Qatar da belədir. Qatarda şərait varsa da, əyləndirsə, haradasa bir dayanacaqda, gərək qılasan. Yox, əyləmədi, gedirsə, gərək elə o cür ki var, o cür qılasan. Sonra nə? Sonra qəza qılaram, o başqa söhbətdir. Amma anında boyundan düşmür. Bəzi vaxt biz elə düşünürük, deyirik, sonra onsuz da mən bunun qəzasını qılmalıyam da, ehtiyata. Da qılmayım, ehtiyata qılım, deyir, yox, olmaz. Gərək qılasan. O ehtiyata qəza qılıb, o başqa söhbətdir. Amma namaz boyundan götürülmür. Ona görə də Allah Təbarək və Teala Qur'anda buyurur ki, namazı qoruyun. Bir var deyir, qılın. Bir var deyir, qoruyun. Bəqərə surəsinin 238-ci ayəsində buyurur ki, Hafizu aləs-salavat və salatil-vusta və qumu lillahi qanitin. Burada buyurur ki, namazı qoruyun, namazı hifz eləyin. Bir paradoks, bir mötərizə arasında deyir ki, xüsusi qeyd eləyir. Deyir, və salatil-vusta. Orta namazı qoruyun. Deyir, namazı qoruyun. Sonra deyir, orta namazı qoruyun. Bu orta namaz nədir? Nədən gedir söhbət? Orta namaz xüsusi qeyd olunur. Ki, orta namazı qoruyun. Burada rəylər fərqlidir. Əhl-i sünnələr orta namazdan əsr namazını qeyd edirlər. Deyirlər ki, orta namazdan məqsəd əsr namazıdır. Əsr namazını qoruyun. Amma bizim rəy belə deyil. Bizim rəyə görə orta namaz vaxt olaraq zöhr orta hesablanır. Sübh və şamın ortası zöhrdür. Bunu niyə qeyd edir Allah Teala ki, orta namazı qoruyun? Elə bil ki, gün orta cəmaat artıq işə zada gedirdilər. İşləyirdilər. Gün ortaya qəziyə verirdilər. Cəmaat işə gedirdi, səhərdən gedirdi işə. Gün orta namazının elə bir təhlükə var idi. Gün orta namazında təhlükə yaranırdı. Allah Təbarək və Teala bu ayədə istəyir xüsusi qeyd eləyək ki, bu təhlükə aradan getsin. Xüsusi qeyd eləyir ki, namazı qoruyun və orta namazı qoruyun. Yəni, hamısını, həm sübhü qoruyasın, həm zöhrü, həm əsri, həm şamı, həm işi. Sadəcə ortayı xüsusilə qeyd eləyir. Bu qorumağın qarşısında, əksində dayanan bir neçə şeydir. Əksində dayanan bir istiğfafdır, namazı yüngül saymaq. Bu, qorumağın qarşılığındadır, əksidir. Namazı yüngül saymaq, demək namazı qorumursan, namaz yüngül olur. Namazı nə cür yüngül sayırsan, vaxtı gəlib namazı qılmırsan. Maraqlı film gəlir, namaz qılmırsan. Və yaxud 3 dənə kimsə gəlib söhbət eləyir, namazın vaxtı gəlib, namaz qılmırsan. Bəli, bunlar yola salaq. Bunlar yüngüldür. Gərək imkan dairəsində namazı vaxtında, qaydasında qılasan. 2. İhanət, tohin. Namaza tohin eləmək. Bu da namazı qorumaqdan çıxır. Tohin nədir?
Namaza hörmətsizlikdir. Qardaş, ya qılassan, qıl. Qılmayassan, qılma. Məscidə girdiğinlə çıxdığı bir olur. Rukusu səcdəsinə qarışır, səcdəsi rukusuna qarışır. Zikri qalxa-qalxa deyir, düşə-düşə deyir. Və bir dəfə Peyğəmbər məscidə əyləşmişdi. Bir nəfər gəldi namaza. O qədər surətli namaz qılırdı ki, Peyğəmbər dedi ki, bu qarğa təki başını yerə döyür. Bu nə cür namazdır? Namaza hörmətsizlikdir. Ya libasınla hörmətsizlik eləyir, ya namazı surətli qılmaqla hörmətsizlik eləyir, ya namazda gülə-gülə namaz qılır, ondan məzələnir, bundan məzələnir. Olmaz ki. Namaz, yəni sən Allahla danışırsan, Allah sənlə danışır. Mühüm ibadətdir. Ona görə də bu mühüm ibadətdə gərək bəzi şeylərə insan riayət edir. Və yaxud zay eləmək. Allah Teala Məryəm surəsinin 59-cu ayəsində buyurur, əzamus salat. Bəziləri namazı zay elədilər. Zay oldu namaz. Müxtəlif əməllərlə namaz zay olur. Qıldığın namaz 17 rəkətdir. Onu qoru. Allah Teala Quranda buyurur, deyir, onu qoru. O namazı qoru. Nə ona tohin eləmə, nə yüngül tutma, nə zay eləmə, nə onu tərk eləmə. Çünki o namaz cənnətin açarıdır. Açar olmasa qapıdan içəri keçə bilməzsin. Namaza o qədər təkid olunur ki, namaz qaydasında qıl. Namazı düz qıl, namazı qoru, namazı zay eləmə, namaza tohin eləmə. Namazı tərk eləmə, namaz vacib əməldir, namaz behiştin açarıdır. O olmasa mümkündür behişdə daxil olmaq. Namaz vacib əməldir, amma bəzi vaxt bu vacib əməldə biz bəzi səhlənkarlıqları eləyirik, özümüzün qəsdimiz olmadan, amma görürsən, nəticə itibarilə belə bir şey olur. Bəzi vaxt namaz qılır, buraxır, qılır, buraxır, qılır, buraxır. Allahdan istəmək lazımdır ki, Pərverdigara, namazın ruhunu mənə görsət, namazın gözəlliyini mənə dadızdır ki, namaz nədir? Namaz Allahla bəndənin bir bağlantısıdır. O bağlantı namaz vasitəsilədir. Namaz olmasa o bağlantı yoxdur. Bəs namaz bizi qoruyur, biz də namazı qorumalıyıq. Biz namazı qorumasaq, namaz bizi qorumayacaq. Eyni libas kimidir. Biz libası qorumasaq, libas bizi qoruya bilməz. Bizim əgər libasımız cırıq ola, nazik ola, indi qışda libas bizi soyuqdan qorumaz ki. Biz onu tiksək, düzəltsək, düz libas geyinsək, o bizi qoruyacaq. Yanlış libas geyinsək, o bizi qorumayacaq. Sən namazı qorusan, namaz səni qoruyacaq. Sən namazı qorumasan, namaz səni qorumayacaq. Namaz insanı fəhşə və münkərdən çəkindirən əməldir. Bir şərtdən ki, sən onu qoruyasan, onu qorumasan, o səni qoruya bilməyəcək. Görürsən, bəzi insanlar namaz qılır, nə qədər pis iş görür. Niyə? Namaz onu qorumur. Çünki o namazı qorumur. Zahirdə namaz qılır. Elə bu cür hayat şüf namaz qılır. Və yaxud məqsəd yönlü namaz qılır. Namaz qılır ki, ondan bir dünyəvi pay aparsın. Namaz onu qorumur. Namazı qorumaq lazımdır. Namazın qayda qanunlarına riayət eləmək lazımdır. Namazı məsuliyyətlə qılmaq lazımdır ki, namaz səni qoruya. Bəs səbəb nədir? Niyə biz namazı yüngül hesab edirik? Bunun səbəbi olmalıdır. Niyə insan bəzi vaxt namazda boşluq edir? Səbəb nədir? Səbəblər çoxdur, mən bir neçəsini burada qeyd edəcəm. Birinci başlıca səbəb yuxarıdan gələkdə.
Bir adam ki, əgər ailəsi namaz qılandırsa, xoş o adamın halına ki, onun valideynləri namaz qılır. Ailəliklə bunlar namaz qılır. Bu böyük nemətdir. Həqiqətən böyük nemətdir. Burada bir məsələ var. Bəzən insan özü namaz qılır, amma ailəsini namaza dəvət eləmir. Evladını namaza dəvət eləmir. Evladının namaz qılması, qılmaması onu ilgiləndirmir. Bu səbəb olur ki, namaz yüngül olur. Allah Təbarək və Teala Quranda Taha surəsinin 132-ci ayəsində buyurur ki, və əmr əhləqə bis-salat. Ailəni namaza dəvət elə. Ailəni namaza dəvət elə. Evladlarını namaza dəvət elə. Olmaz ki, sən namaz qılasan, ailəni, uşağını namaza dəvət eləməyəsin. O zaman namaz olur yüngül. Ailə, uşaq baxır ki, bunlar heç kim dəvət eləmədi. Demək, elə qılmasa da olar. Hədislərdə var, deyir, evladlarınızı 7 yaşından namaza dəvət eləyin. İndi nə əcəb, 7 yaş uşaq nə başa düşür, nədir? Amma hədis belə deyir 7 yaşından. Yəni, nə istəyir desin? Deyir, o namaz mahiyyətini böyüdükcə başa düşəcək. Mahiyyətini böyüdükcə başa düşür. Həqiqətən belədir. İnsanın yaşı yuxarı getdikcə, bəzi şeyləri yaş yuxarı getdikcə başa düşüb dərk edirsən. Mən 12 yaşından mədrəsədə oxumuşam. Və 12 yaşım var idi, ilk dəfə mədrəsədə oxuyanda. Bəzi şeyləri həqiqətən başa düşmürdüm. Həm elm nöqteyi nəzərdən, həm bəzi əməlləri, bəzi əyyamları. Mədrəsədə deyirdilər, təbliğ olurdu, ustadlar danışırdı gözəlliyindən, hədis falan. İnsan dərk eləmirdi. Yaş yuxarı getdikcə, bəzi şeyləri o yaş çərçivəsində insan dərk eləyir. Həqiqətən belədir. İndi sən onu uşaqlıqdan bilməsən, sən də bu yaşda heç də bilməyəsən. Uşaqlıqdan bir şey bilsən, yaş yuxarı getdikcə sən onu yavaş-yavaş dərk eləyəsən. Dərk eləyəsən, bu nədir? Namaz belədir. Ola bilər evlad bilməyə namaz nədir? Onu təşviq eləmək lazımdır. Gəl namaza. Məcbur yox. Bəzən görürsən, valideyn səhv eləyir. Evladını vacib əmr kimi onu bəzi məsələlərdə sıxma, boğmaya salır, bu düzgün deyil. O elə bil, bu tərəfdə sən o cənnətə daxil eləmək istəyirsən, o anada gəlib cəhənnəmə düşür. Yox, onu təşviqlə başa salmaq lazımdır ki, namaz nədir? Namaza dur. Ailəyə insan gələk namaza dəvət edir. İkinci budur ki, bəzən valideynin evdə rəftarı da insanda namazı süsləşdirə bilər. Çünki ailə baxır ki, sən namaz qılırsan və əcib qərib əxlaqın var. Əxlaqın pisdir, tündür. Deyir, namaz qılan, əgər əxlaqı belədirsə də mən heç namaz qılmayayım. Səbəb olur ki, namazda yüngüllük olur. Bəzi vaxtda namazın fəlsəfəsi nədir? Onu insan başa düşmür. Fəlsəfə nədir? Namazda. Namazın canı nədir? Onu başa düşmür. Görürsən, namazda müəyyən yüngüllüklər meydana gəlir. Allahın bizim namazımıza nəyə ehtiyacı var? İndi də qılmayaq da. Başa düşmür fəlsəfəsi namazı nədir? Elə bilir ki, Allah Teala namazı biz qılırıq, Allahın ehtiyacı var. Deyir, yox da onun ehtiyacı yoxdursa da, nə ehtiyacı yoxdur, mən nəyə namaz qılım? Bu gün müxtəlif fikirlər mövcuddur mediada. İnsanları çaşdıran bəzi fikirlər mövcuddur. Ona görə insan gərək biraz diqqətli ola. Bu axır zamanda Allahdan istəmək lazım. Pərverdigar imanımızı sabit elə. O qədər səfeh fikirlər səsləndirirlər ki, insanın da savadı, elmi o qədər yoxdur, dərki yoxdur. Namazı dərk eləyə bilmir, bəzi vaxt görürsən namazı buraxır. Bəzi insanlar var, çaşır, söz onu çaşdırır, namaz buraxır. Namazdan qəflət eləyir. Və yaxud bəzi vaxtda namazı tənbəllik üzbatından qılmır.
Yəni himməti yoxdur, namazın əsasını dərk eləmir. Deyir, qadın gərək namaz zamanı gərək insan pak ola. Boynunda vacib qusul varsa, qusul ala. Dəstəmaz vacibdir də namazdan qabaq. Dəstəmaza mane törədən şeylər olmamalıdır. Görürsən, qadın bəzi vaxt dırnaqlarına lak vurur. Deyirsən, namaza da deyir, mən hər gün gərək dırnağımın lakını təmizləyəm. Təmizləməlisin. Dəstəmaza mane törədir. Və yaxud başqa səbəblər. İnsan bəzi vaxt tənbəllik edir, ondan görürsən, namazdan uzaqlaşır. Və yaxud yersiz bəhanələr insan namazdan uzaqlaşdırır, yersiz bəhanələr. Yersiz bəhanə nədir? Mən filan problemim var idi, namaz qılırdım, bu problemim həll olmadı, əfsus olsun. Çox əfsus olsun ki, bu bizim cəmiyyətimizdə ən acı məsələlərdəndir ki, bu hallanır. Məsələn, filan kəs namaz qılırdı, niyə bu günə düşdü? Mən namaz qılırdım, niyə bədbəxt oldum? Niyə bədbəxt oldum? Borca düşdüm, xarca düşdüm, evladım bu cür oldu, ailəm bu cür oldu. Bunun namazı aidiyyəti yoxdur. Namaz bizim boynumuzun borcudur. Vacib əməldir namaz. O bəzi vaxt o bəhanələrdən insan namazı dərk eləyir. Və yaxud mən filan, məsələn, axund bu işi gördü, mən də namaz qılmıram. Acab sözdür. Məhşərdə sənə deyəcəklər, filan axund bu işi görmüşdü, sən namazı tərk edin, bəs sən düz iş gördün, boynundan düşdü. Yox, elə bir şey yoxdur. Elə birdən kötək onun ağzına vurarlarsa, qələtini elə. O axund səhv iş görmüşdü, sən namazı qıl edin. Nə əlaqəsi var sənin? Bəli, təsiri var. O da səhv eləyir. Gəlib bu işi görməyə. Amma o sənə haqq qazandırmaz ki, sən namazı tərk eləyəsən. Bu bəhanədən Allahın qarşısına çıxa bilməz. Çünki sənin namazın sənin üçün vacibdir. Sən qılmalısan. O saat bəhanə verə bilməz ki, sən namazı tərk eləyəsən. Namazsız ömrün bərəkəti yoxdur. Rızqın bərəkəti yoxdur. Ailənin bərəkəti yoxdur. Evladın bərəkəti yoxdur. Namaz bütövlüklə bərəkətdir. Bərəkət də bilirsiniz, çoxluğa deyilmir. Bərəkət azlığın içində də mümkündür ola. Bərəkət çoxluqda deyil. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və teala bizləri namazı qoruyanlardan qərar versin. Allah təbarək və teala namazımızda möhkəm, ciddi olmağı Allah bizə tövfiqat nəsib eləsin. Bunu dəfələrlə demişik, yenə də deyirik. Böyük ariflərdən hamısından, böyük məqam sahiblərindən soruşublar ki, biz nə iş görək Allaha daha yaxın olaq, Allah bizə baxsın. Hamısı bir dənə söz deyib, namazı əvvəl vaxtında qılasın. Elə bu? Bəli, elə o. İndi bunlar elə düşünüblər ki, ağa deyə, gecə qalıq, dəstəmaz al, nə bilim, qibliyə dur, 100 dəfə bu zikridir, gecə namaz qıl. Bunlar öz yerində. Amma deyir ki, namazı əvvəl vaxtında qıl. Çox rahat sözdür. Deyirsən, nə var ki burada? Yox, çətindir. Nə var ki burada? Yox, çətindir. Azan ola, sən namaza durasan, bu çətin məsələdir. İndi məsciddə azan olur, sən zaten gəlibsən, azandan sonra namaza durursan. Bəzi vaxt evdə çətindir, şəxsi həyatında çətindir, işdə çətindir. Bəhanələr çoxdur, insan bəhanələrdən qalxıb namazı qılmır. Buna İmam Sadiq əleyhissalamın hədisi var. Deyir, la yanalu şəfaətuna mən istəxəffə bis salat. Buyurur ki, hər kəs namazı yüngülləşdirsə, bizim məhşərdə ona şəfaətimiz çatmaz. Biz məhşər günü o adama şəfaət eləməyəcəyik. O adam ki, namazı yüngül sayır. Namazı nə cür yüngül sayır? Yəni, özünü qaldırıb, dəstəmaz alıb namaza durmur. Azanın vaxtı girib uzanıb gözləyir, əlində telefon oturur. Çətindir, amma bir dənə onu qoydun yerə, dəstəmaza getdin, hamısı töküldü. Bir dənə desin, Əuzubillahü minəşşeytanirlə'inər-rəcim, qoydun yerə, tamam, Allah, sən məni çağırdın, səndən görüşə durmalıyım. Nə telefon, nə iş, nə danışıq, hamısı tətil. Deyir, bunu davamlı elə, inşallah faydasını görəsən. Allah Teala namazlarınızı bərəkətli eləsin. Və namaz da, deyir, namazın ruhu da vilayətdir. Vilayətsiz namazın ruhu yoxdur.
Bir dənə misal deyirəm, söhbətimi tamamlayıram. Salavat yad elə Muhammed və Muhammed. Şeytan neçə il Allaha səcd elədi? Çox. Nədə 7000 il Allaha səcd elədi. Harda gəldi şeytan problemə düşdü? Onda şeytan deyil idi də, bu əbd idi. Harda gəldi problemə düşdü? Allah Teala dedi, Adəmin qarşısında səcd elə. İndi burada sual. Şeytanın səcdə problemin var idi? Yox. 7000 il səcdə eləmişdi. Onun səcdə problemi yox idi. Allah desəydi, 1000 il gənə mənim qarşımda səcdə eləyəcəkdi. Dedi ki, vilayətin qarşısında səcd elə. Vilayətdir da, Peyğəmbər yaradıb. İlk insan yaradıb, bu da vilayətdir. Dedi ki, vilayətin qarşısına səcd edəcək. Onda dedi, yox. Demək, şeytanın problemi səcdə problemi deyil idi. Şeytanın problemi vilayət problemi idi. Vilayət səcdənin ruhu və əsasını təşkil edir. O ki, biz deyirik imamət, imamət, imamət. Nə qədər insanlar var, yer üzündə müsəlmandır, hamısı səcd eləyir. Amma vilayəti qəbul eləmir. Düzdür? Yox, imamət yox. İmam söhbəti eləmə. Vilayət söhbətini aparma. Səcdə eləyim 1000 dəfədə. Amma vilayətdən namazlar müəyyənləşir. Vilayətdən namazın ruhu dəyər tapır. Görürsən, orada əsl namaz üzə çıxır. Əsl səcdə orada məlum olur. Vilayət deyir, yox, vilayət lazım deyil. Nə qədər istəyir namaz qılım, amma vilayət söhbətini eləmə. Vilayət gəlir, təyin edir, haqqı batildən ayırır. Ona görə bir Əli qasimun nari vəl cənnə. Cənnət və cəhənnəmi böləndir. Bunu da vəhabilər tez-tez aparırlar, deyir. Allah da cənnət və... Ay, söhbət odur ya, odur söhbət. Vilayətdir məqsəd, vilayətdən cənnət və cəhənnəm bölünür. Namazdan yox ki, şeytan namaz qıldı, gəldi vilayətdə problemə düşdü. Problemə düşdü, qovuldu. Allaha and verirəm izzət və cəlalına, bu müqəddəs ayın gələn günlərində Allah bizə bol-bol tövfiqat nəsib eləsin. Həzrət Vəli Əsr sahibə zamanın zuhurunu təzil eləsin. Muhammed və al-Muhammed salavat yad eləyin inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfi xusr illəl-ləzina amanu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr.